Heydər Əliyev ömrünün sonuna qədər xalqına sədaqətlə Azərbaycanın gələcək inkişafına xidmət etmiş, tarixin yaddaşında dərin izlər buraxmış bir şəxsiyyət kimi anılır. Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdı. Hayatımın sonuna kadar Azerbaycan halkına sadakatli hizmet edeceğim ve bütün faaliyetimi Azerbaycan Respublikası'nın gelecek inkişafına hasredeceğim. Ruhun şad olsun, uca insan. Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev.